Her insan kimi onun da yaxınları, doğmaları var. Əlbəttə ki, yenə hər insan kimi o da həmin simsar adamlardan hansınasa daha məhrəm olub, onlarla daha çox ünsiyyət bağlayıb, daha çox oturub durub. Atası, anası, bacı qardaşları, ömürgün yoldaşı, oğul uşaq, söz yox, hamısı əzizdir. Bunlar ömrü dolduran munis insanlardır. Ancaq Tarzən Ağa Səlim Abdullayevin ata-anasından da, doğmalarından, qohum-əqrabasından, hətta övladlarından daha artıq yaxın olduğu bir nəfər də var. Ağa Səlim Abdullayev ömründəki bütün insanlardan həyatı boyu daha sıx məhz onunla təmasda olub və onu həmişə mütləq ürəyinin başında saxlayıb. Kimdir o ki, Ağa Səlim Abdullayevə ömrü boyu ata-anasından, doğmalarından, qohum-əqrabadan, balalarından da həmişə daha yaxın olub. Tarzən xalq artisti Ağa Səlim Abdullayevin həyatından keçən varlıqların hamısından daha əziz həmin bir nəfər kimdir? Bir nəfər dedim, bir kəpənək də, çiçəkdən çiçəyə qonan arı da, bir quş da, cüyür də, aslan da canlıdır. Hərəsinin öz aləmi, bəlkə də hərəsinin öz dili. Əsatir təsdiqləyir ki, Süleyman Peyğəmbər bütün quşların, heyvanların, bitkilərin dilini bilirdi. Onları eşidirdi, nə söylədiklərini anlayırdı. Həqiqətdirmi bu? İnanaqmı? İmadəddin Nəsimi kimi bir nəhəng bu söyləməyə inanırdısa, niyə biz şək gətirək? Nəsimi deyirdi ki, bu quş dilidir, onu Süleyman bilir ancaq. Əgər çiçəyin də, kəpənəyin də, böcəyin də, quşların da, heyvanların da hamısı bizim kimi canlıdırsa, elə bizim kimi bu balaca və xudmani yer kürəmizin, ortaq evimizin sakinləridirsə, bizim kimi bu dünyanın havasını udub, suyunu içib, bərəkətlərindən dadıb yaşayırsa və böyük ölçüdə onların da həyatı elə təxminən bizim yaşayışımıza bənzəyirsə, onları özümüzdən ayırmayaq, özümüzü daha yuxarı tutmayaq. Hamımız birik, eyni ailəyik, yerliyik. Dünyada yerliçiliyin bundan gözəl nə çeşid ola bilər ki? Yaxşı, quşlar, böcəklər, ağaçlar, heyvanlar canlıdırlarsa, hərəsinin öz dili varsa, bəs dili, dedikləri bizim içərimizdə duyğu fırtınaları yaradan tara, kamana, uda, neyə, balamana niyə canlı deməyək? Niyə onlara quru ağac parçası kimi baxaq? Ağa Səlim Abdullayevin ömründəki müstəsna bir nəfər deyəndə elə mən tarı nəzərdə tuturam. O tara da insan kimi nəfər deyirəm. Azərbaycanın böyük şairi Məhəmməd Hüseyin Şəhriyar əlbəttə ki, tarzən deyildi. O, misilsiz bir söz ustasıydı. Bəlkə də onun tar çalmağından heç çoxlarının xəbəri yoxdur. Ancaq tarın ona çox muris, çox məhrəm, bir çox əzizlərindən daha yaxın olduğunu Məhəmməd Hüseyin Şəhriyar özü təsdiqləyib. Yaxınlığa qalsa, güya qələm ona əlbəttə ki, daha məhrəm olmalıydı. Ancaq duyğulu Şəhriyar hərdən sinəsinə sıxıb çaldığı tarı hər halda özünə daha doğma sayırdı. Onu yaxşılı yamanlı günlərinin ən sadiq sirdaşı hesab edirdi. Sızlayır əhvalıma sübhə qədər tarım mənim. Təkcə tarımdır qara günlərdə dildarım mənim. Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin. Tardan özgə qalmayır, yari vəfadarım mənim. Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi. Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim. Şübhə də etməyin yeri yoxdur ki, tar Azərbaycan sənətkarı Ağa Səlim Abdullayevə Şəhriyara olduğundan da,
ya digər tara həvəs göstərib hərdən ürəyini ovutmaq üçün köksünə sıxaraq tar çalanlardan da qat-qat daha yaxındır. Bir ömür boyu belə olub, indi də həmin cürdür və yəqin ki, son nəfəsinəcən də elə o təhər qalacaq. Ağasəlim Abdullayev tara uşaqlığından bağlıdır və deməli 70 ilə yaxındır ki, duyaraq tar çalır. Ömründən çox insanlar gəlib keçib. Amma tar yolun əvvəlindən ona hansı vəfada idisə və o tara hansı sədaqətdə idisə, yenə ikisi də həmin etibarda qalmaqdadılar. Tar Ağasəlim Abdullayev və Ağasəlim də tara çox borcludur. 70 ilə yaxın bir müddətdə tarla yol yoldaşlığı eləmək elə tara qovuşmaq deməkdir. Yeniyetməliyindən, ilk gənclik illərindən bugünəcən Ağasəlim Abdullayev tarın şöhrətini də, şərəfini də həmişə ləyaqətlə qoruyub. Məhz qoruyub, onu yad nəfəslərdən, kənar təmayüllərdən uzaqda saxlamağı bacarıb. Həyatda özündə, şəxsiyyətində olduğu kimi Ağasəlim Abdullayevin çalğısında da bütün gözəlliklərdən savayı bir abır-həya, yerini bilməklik, cızığından qırağa çıxmamaqlıq daim onu seçdirib. Bu isə çox vacibdir. Tarı tarixən yalnız Qafqazda, Azərbaycanda çalmayıblar ki. Orta Asiyada da tar olub, sevilib, çalınıb, bugün də sevilir, çalınır. İranda da əsrlər boyu tar olub, çalınıb, sevilib, bugün də ifa edilməkdədir. Anadoluda yüzillər boyu tara məhəbbət bəslənib, həmin sevgi bugün də davam etməkdədir. Ancaq Azərbaycan tarının öz hüsnü, öz dili var. Azərbaycan muğamının öz şöhrəsi, öz dili var. O dilə ayrı bir ləhcə qatılanda dərhal hiss edilir. Ağasəlim Abdullayevin böyüklüyü ondan ibarətdir ki, keçmişlərdə də, bugün də o sərhəddi son dərəcə dəqiqliklə həmişə qorumağı bacarıb və bacarır. Qoy əvvəlindən deyim ki, mənim üçün getdilər tar aldılar. Anam çox həvəskar idi ki, mən tar çalım. Apardı, mənim bir mağaza vardı Binədə, kəndin içində, kənd mağazası idi də. Bir dənə tar asılmışdı orada. Mən apardım, anam ki, gedək sənin üçün o tar al üçün. Getdik, tarı götürdüm. Anam pulunu verdi, o vaxtda ki, deyim də, çox da baha deyildi, 12 manat. O dövrün puluyla, yəni 12 manat eləyirdi. Bütün musiqi alətlərimiz arasında tar ürəyin üstündə daha çox olanıdır. Amma Ağasəlim Abdullayev artıq uşaqlığından ayrılaraq peşəkarcasına çalmağa başladığı 60 ilə yaxın zaman boyunca tarı yalnız ürəyinin üstündə saxlamayıb, həm də daim ürəyinin içində daşıyıb. Elə həmin səbəbdən də bugün onun öz adı da, sənəti də xalqın qəlbində sevimli bir yer tutmaqdadır. Tar azı 1000 ildir ki yol gəlir. Bundan sonra da nə qədər dünyamız var, Azərbaycan var, Azərbaycan ruhu yaşayır, tar da çalınmaqda, sevilməkdə davam edəcək. Təbii bunca uzun yol boyunca saysız hesapsız, hər halda yüzlərlə deyil, minlərlə tarçalanımız olub. Ancaq onların arasında bugün iftixarla adını çəkə biləcəklərimizi, tarın tarixinə imza atmışları sadalamaq istəsək, 40-dan, 50-dən o yana keçməyimiz çətin olacaq.
Ağasəlim Abdullayevin adı Tara ömrünü vermiş və Tara yeni ömür bağışlamış bu seçkinlərin, bu sevimli adların cərgəsindədir. Ömrümüzü günümüzü müşayiət eləyən, Azərbaycan varlığına qarışmış dəyərlər sırasında görkəmli Azərbaycan tarixçisi, xalq artisti Ağasəlim Abdullayevin də öz sevimli, dəyişilməz, sabit yeri ucalardadır. Bir ömür boyu Tara və milli musiqimizə təmənnasız xidmət müqabilində bu mərtəbəyə ucala bilmək əlbəttə ki, bəxtiyarlıqdır. bəylər.